Şəxs adını obyektə və yaxud müəssisəyə qoymaq olar. İstənilən müəssisə ya xidmət obyekti açanda ad qoymaq istəyirlər ona. Bir də görsən, məsəl üçün aptekdir adını qoyub anar. Məsələn, apteka şəfa qoya bilərsən, əgər öz adın şəfadırsa. Amma ad qoyanda gərək içində o göstərilən xidmətə uyğun olsun. Mən özüm necə qoymuşam adı? 2003-cü ildə əsas elə 3 dənə özüm üçün şərt qoymuşdum ki, birincisi şəxs adı olmasın. O vaxt mod idi da. Samirə, Aynur, Anar, belə adlar qoyulurdu. Birincisi də istəyirdim şəxs adı olmasın. İkinci, istəyirdim içəridə göstərilən xidmətə aidiyyatı olsun. Üçüncü də istəyirdim ki, Azərbaycan dilində olsun. Bir də cəlb eləsin kənardan. Seçdim, fikirləşdim, elə o vaxt heç yerdə yox idi. Türkiyədə ondan sonra bu həmin adda mebel xidməti açılmışdı. Sonra illər sonra Facebook yarandı. Mən 2003-də qoymuşdum, bəyəndim dükkanın adını. İllər sonra Facebook yarandı. Bir neçə il bəyəndim, like da, yəni ən məşhur söz oldu. Onlar hamısı ondan sonra oldu. Bəyəndim adı həm Azərbaycan dilində idi, öz istəyimə uyğun olaraq. Həm şəxs adı deyildi, mənim adım bəyəndim deyil. Həm də içəriyə cəlb eləyə bilirdi. Bir də ki, içəridə olan məhsula aidiyyəti də var idi, ayaqqabı satırdı. İndinin özündə də aktualdır, yəni. Düzdür, indi mən deyərdim, biraz populyarlıq olması üçün ingilis sözündən nəsə istifadə eləmək olar yanında. Məsələn, nəsə də belə güya bərk gedən görsənsin deyə. Amma yenə də indi də açsam elə mən bəyəndim. O vaxt hələ gənc idim, biznesdə addımlarım kövrək idi, amma bu adı seçmişdim. İndinin özündə də aktualdır. Sizdə də dükanlara, yəni elə adlar, mən sadaladığım şərtlərlə, videoda sadaladığım şərtlərlə qoymaq olar. Belə də ki, hərənin öz işidir. Sağ olun. Allah hamıya xeyir versin.